problem var. Düzəltdirəm, yenə də alınmır. Yayda biz nə qədər əziyyət çəkirik, bir Allah bilir. Problem varsa biz nə edə bilərik? Mən belə deyim də, kondisionerdə problem olur. Bizim adətən ustalarımız kondisioneri dəyişir, amma kondisionerin yanma səbəbini, kondisionerin boğulma səbəbini, kondisionerin sıradan çıxma səbəbini aşkar etmirlər. O da əlbəttə ki, həmən kondisioner sıradan çıxırsa, bunun bir səbəbi var da. Bunu dəyişmək ustalıq demək deyil ki. Sən bunu dəyişirsən, verirsən müştəriyə, müştəri deyir Allah canını sağ etsin, maşın düzəldi, mən çıxdım, getdim. Və 10 gündən sonra, 15 gündən sonra həmən detalda problem olur. Mən adətən bu problemi biz satdığımız detalda yaşanılır. Kondisioneri hansı ki müştəriyə veririk, 10 gündən sonra geri gətirir, bu dağıldı. Bu, yəni durduq yerə dağılan bir detal deyil. Sadəcə olaraq bunun aşkar olunma bir səbəbini aradan qaldırır. Ya sistemin tutqunu ola bilər, ya sənin köhnə kondisioner kompressorun dağılıb, kondisioner radiatorun içinə susturuşqa doldura bilər və yaxud da ki, sənin hansısa bir şlanq sistemində olsun və yaxud da hansısa bir elektronlu bir datikində olsun. Yəni, çox bir problem ola bilər ki, siz bacardığınız qədər kondisionerin sıradan çıxma səbəbini aradan qaldırın, sonra kondisioner kompressorunu dəyişin.